Salam, hər vaxtınız xeyir olsun. Mən Kənan Cəfərli, FES Akademinin coğrafiya üzrə təlimçisiyəm. Bu günləri DİM test toplusundan, daha doğrusu DİM sınaqlar toplusundan sınaq 5-in izahına diqqət yetirmiş olacağıq. Vaxt itirmədən keçək suallarımıza. Birinci sualımızda qeyd olunub ki, Dunay və Reyn çayları üçün oxşar xüsusiyyətləri müəyyən edin. Mənsəbləridir, daxili dənizdə yerləşir. Bilirik ki, Dunay çayının mənsəbi daxili dənizdə yerləşsə də, Reyn çayının mənsəbi daxili dəniz deyil. Atlantik Okeanının su toplayıcı hövzəsində yerləşir. Bəli, hər ikisi Atlantik Okeanı hövzəsinə aiddir. Mənsəbi Qara dənizdir. Yanlışdır. Yalnız Dunay çayının mənsəbi Qara dənizdir. Mənsəbi mülayim dəniz iqlim tipində yerləşir. Dunay çayının mənsəbi Aralıq dəniz iqlim tipi və ya mülayim kontinental iqlim tipində yerləşir. Daha sonra bir neçə ölkənin ərazisindən axır, bəli. Almaniya ərazisindən axır, bəli. Hər ikisi Almaniya ərazisindən keçmiş olacaq. Y variantı doğru fikrimiz olacaq. Növbəti sualımıza diqqət edək. Cədvəl Sisan göllərinin aid olduğu əlamətləri müəyyən edin. Qarda gölü bilirsiniz ki, İtaliya ərazisində yerləşən göldür. Aid olduğu ölkə subtropik iqlim qurşağında yerləşir. Doğrudur bir. Balxaş gölü İli çayının mənsəbidir, mənbəyidir. Yanlış fikirdir. Viktoriya gölü platformanın əyilmə sahəsində yerləşir, bəli, Afrika ərazisində. Titicaca gölü yerləşdiyi dağlar Kimmer qırışıqlığında yox, Alp qırışıqlığındadır, Ant dağlarında. Böyük Duzlu göl çay-dərə mənşəlidir, yanlışdır, tektonik. Balaton gölü isə iki yarımkürədə yerləşir. Bəli, doğru fikirdir. 1, 3, 6 doğru olmuş olacaq. Balaton gölü şimal və şərq yarımkürələrində yerləşmiş olacaq. Uyğunluğu müəyyən edin 3-cü sualda. Colorado çayı Kaliforniya körfəzinə tökülür və Sakit okeana aiddir. Doğrudur. Salyun çayı Cənubi Çin dənizinə tökülür, Sakit okeana aiddir. Yanlış fikirdir bu. Lena çayı Kara dənizə tökülür, Şimal Kara dənizinə tökülmür. Yanlış fikirdir. Yukon çayı Bering dənizinə tökülür, bəli, Sakit okeana aiddir. Sena çayı Şimal dənizinə tökülür, Atlantik okeana aiddir. Yanlışdır, Şimal dənizinə tökülmür. İravadi çayı isə Andaman dənizinə tökülür, Hind okeanına aiddir, bəli, doğrudur. 1, 4, 6 doğru fikrimiz olacaq. Çayları iki okeanın su toplayıcı hövzəsində yerləşən yarımadaları müəyyən edin. Burada Skandinaviya, Kiçik Asiya və Cape York yarımadaları iki okean hövzəsinə aiddir. Kiçik Asiya qeyd edə bilərik ki, buradan Dəclə Fərat çayları başlayaraq Hind okeanı hövzəsinə aiddir, amma digər çaylar isə Atlantik okeanına aiddir. Volqa və Dunay çaylarının oxşar və fərqli xüsusiyyətlərini müəyyən etmiş olaq. Yerləşdiyi qitənin ən uzun çayıdır. Təbii ki, belə deyək də, yerləşdiyi qitənin ən uzun çayı Volqa çayıdır. Mənsəbinin yerləşdiyi su hövzəsi qədim Tetis okeanının qalığıdır. Hər ikisi Tetis okeanının qalığıdır. Qara dəniz və Xəzər dənizi. Okeandan gələn gəmiləri yalnız kanallar vasitəsilə qəbul edir. Volqa çayı kanallarla qəbul edir, çünki okeana çıxışı yoxdur hal-hazırda onun. Birbaşa su toplayıcı hövzəsində cavan dağlar mövcuddur. Dunay çayında cavan dağlar mövcuddur. Uzunluğu Yansızı çayının uzunluğundan qısadır. Hər ikisi Yansızı çayından qısadır, çünki Avrasiyada ən uzun çay Yansızıdır. Düşmə kəmiyyəti 500 metrdən çoxdur. Dunay çayında olmuş olacaq. Deməli, 1-ə 1, 3, 2-yə 2, 5, 2-yə isə 4, 6 olmuş olacaq. Y variantı uyğun fikirdir. Çay şəbəkəsinin orta sıxlığı 0,8 km bölünmüş kvadrat kilometr, hövzəsinin sahəsi isə 2200 kvadrat kilometrdir. Həmin hövzədə olan çayların ümumi uzunluğunu tapın. Biz həmişə nə edirdik? Sıxlıq bərabərdir, uzunluq bölünsün hövzənin sahəsinə. Mən buradan deməli, uzunluğu tapmaq üçün 2200-ü vurmalıyam 0,8-ə, o da səhv etmirəmsə etmiş olacaq 1760 kilometr. Cavab variantımız A variantı olmuş olacaq. Növbəti sualımıza baxaq. Doğru ifadələri müəyyən edin. Şimali Amerika materikinin çayları 3 okeanın su toplayıcı hövzəsində yerləşir. Bəli, bir doğrudur. Çayın su sərfi ilə dövriyyəsi arasındakı əlaqə tərs mütənasibdir. Yox, düz mütənasibdir. Nə qədər ki, onun dövriyyəsi və ya su sərfi yüksəkdirsə, bir o qədər də dövriyyəsi yüksək olmuş olacaq, səviyyəsi yüksək olacaq. Temza çayının səviyyəsi il boyu kəskin dəyişmir. Bəli, çünki Temza çayı mülayim dəniz iqlim tipində yerləşir. Burada da yağıntılar il boyu bərabər düşür. Livingston şəlaləsinin yerləşdiyi çayın su toplayıcı hövzəsi, bəli, 3 yarımkürədə yerləşəcək. Mekong, Huanghe və Colorado çaylarımız son rejimlidir. Colorado çayımız son rejimli deyil, yanlışdır. Lena və Pechora çaylarının mənsəblərində gecə və gündüzün növbələşməsi pozulmur. Pozulur, yanlışdır. 1-3-4 doğru cavabımız olacaq.
Doğru ifadələri müəyyən edin. Azərbaycan ərazisində çaylar əsas relyef vahidlərinə uyğun olaraq 3 qrupa bölünür. 3 qrupa yox, əslində Böyük Qafqazın şimal-şərq yamacı, cənub-şərq yamacı, Kür-Arazın çayları, Kiçik Qafqazın çayları, Abşeron-Qobustanın çayları və s. Palçıqlı sellər arid denudasiyon relyefli ərazilərdən müşahidə olunur. Bəli, doğru fikirdir. Böyük Qafqazın şimal-şərq yamacının çayları əsasən qar və buzlaq suları ilə qidalanır. Doğrudur. Kiçik Qafqaz tektonik zonasından keçən çayların hamısı tranzit çaylardır. Yanlışdır, hər biri tranzit deyil. Abşeron-Qobustan çayları quruyan çaylardır. Bəli, yağışla qidalanır. Talış dağlarının çaylarının düşməsi Araz çayının sol qollarının düşməsindən çoxdur. Araz çayının sol qollarının düşməsi əsasən Kiçik Qafqaz dağlarından başlayır. O çaylarda hündür ərazilərdən başladığı üçün düşməsi təbii ki, böyük olacaq. Yanlışdır. Uyğunluq gözlənilmişdir. Arpaçay su anbarı inzibati rayon deyir. Şahbuz rayonunda yerləşir. Yanlış fikirdir. Varvara su anbarı Samukda yerləşmir. Vidaş su anbarı Lənkəranda deyil. Yenikənd su anbarı Şəmkir ərazisində yerləşmiş olacaq. Sərsəngdə tərtərdə. Afrikada materikində yerləşən çay və göllər üçün səciyyəvi əlamətləri müəyyən edin. Həm estuari, həm də deltaya malik olan çaylar mövcuddur. Bəli, bir doğru fikirdir. Qida mənbələri arasında qar və buzlaq suları iştirak edir. Hamısı üçün ümumi xüsusiyyət deyil bu, yanlış fikirdir. Viktoriya gölündən başlayan çay Hind okeanına tökülür. Yanlış fikirdir, Aralıq dənizinə tökülür. Karibə su anbarının yerləşdiyi çayın mənsəbi Mozambikdə yerləşir, doğrudur. Aralıq dənizi iqlim tipi hakim olan ərazilərdə çaylar qış aylarında bolsul olur, çünki yağıntılar qışa düşür. Nasır su anbarının yerlərində yerləşdiyi çay cənub istiqamətində axır, şimal istiqamətində axır. Çay. 1-4-5 doğrudur. Çayların qolları haqqında doğru ifadələri müəyyən edin. Nil çayının Mavi Nil qolunun mənbəyi Tana gölüdür. Bəli, bir doğru fikirdir. Volqa çayının Kama qolu Ural dağlarının şərq yamacından başlayır. Yanlışdır, qərb yamacından. Mississippi çayının Ohio qolu Appalaç dağlarından başlayır. Doğru fikirdir. San Francisco çayı Amazon çayının sağ qoludur. Yanlış fikirdir təbii ki. Kongo çayının bütün qolları ekvatorial iqlim qurşağında yerləşir. Xeyr. Ankara çayı Baykal gölündən başlayaraq Yensəyə tökülmüş olacaq. Burada cavabımız 6. 1-3-6 doğru fikrimizdir. Eroziya bazisi eyni dəniz olan çayları müəyyən edir. Və hər il qəbulda demək olar ki, istifadə olunur. Oderdi və yaxud da ki, Odra, Visla və Neva çaylarıdır. Baltikin çayları deyirik bunlara. 2-3-4 Baltik dənizinə tökülən çaylar. 13-cü sualımıza diqqət edək. Sakit Atlantik, Hind və Şimal Buzlu okeana aid olan coğrafi obyektlərin müvafiq ardıcıllığını müəyyən eləyin. Alyaska körfəzi sakitə aiddir. Liguriya dənizi Atlantik okeanına aiddir. Aralıq dənizinin tərkibində yerləşir. Sokotra adası Hind okeanına aiddir. Viktoriya adası Şimal Buzlu okeana aiddir. A variantı doğrudur. Xəritə sxemasından doğru olmayan ifadələri müəyyən eləyin. 1-3-4 mülayim iqlim işıqlanma qurşağında yerləşən çaylardır. Mülayim işıqlanma qurşağında yerləşən çaylar nəzərdə tutulur burada. Deməli, burada bir yerləşir mülayim işıqlanma qurşağında. Yerləşir, amma 4 yox. Yanlış fikirdir. Yox, əslində hər bir mülayim işıqlanma qurşağında yerləşir. Bu doğru fikirdir. 1-3-5 mənsəbləri mülayim dəniz iqlim tipində yerləşir. 1 yox, 1 Aralıq dənizində yerləşir. Buna X qoyaq. 3-4-6 yerləşdiyi ərazi cavan platformadır. 3-4-6 Xeyr, Şərqi Avropa ərazisi, Almaniya, Polşa, ora qədim platformadır. 1-5-6 tranzit çaylar hesab olunur. Müxtəlif ölkələrin ərazisindən keçir. Məsələn, bir Portuqaliya və deyə bilərsiniz, İspaniya ərazisindən keçir. Bu doğrudur. 2-4-6 eyni okean hövzəsinə aiddir. 2-4-6 Bəli, bu da doğru fikirdir. 3-4-6 daxili dənizlərə tökülür. Hal-hazırda görürük ki, 4 daxili dənizə yox, kənar dənizə tökülmüş olacaq. Burada bizdən doğru olmayanlar istəyir. Doğru olmayanlar 2-3-6-dır.
Ardıcıllığın pozulduğu sıraları müəyyən edin. Garda gölü İtaliyada yerləşir. Vulkanik mənşəli göldür. Bəli, pozulub. Vulkanik mənşəli deyil. Sayma gölü İsveçdə yerləşir. Buzlaq tektonikdir. İsveçdə yerləşmir. Tanganika gölü Tanzaniya tektonik mənşəlidir. Bəli. İstiqlal gölü Tacikistan ərazisində tektonik mənşəlidir. Yanlış fikirdir. Qırğızistan ərazisindədir. Winnipeg gölü ABŞ buzlaq tektonik mənşəlidir. ABŞ deyil, Kanada ərazisindədir. Lobnor gölü Çin tektonik doğrudur. Maral gölü Azərbaycan Çukunbənd doğrudur. Balxaş Qazaxıstan tektonik doğrudur. 1, 2, 4, 5 doğru cavabımızdır. Doğru olmayan ifadələri müəyyən edin. Beton örtüsü fəaliyyət göstərən suvarma kanalları quru iqlim şəraitində şoranlaşmaya səbəb olur, bəli olur. Şortaqlıların quru sahəsinin 30%-dən çox hissəsini tutur. Yanlışdır. Az bir hissəsini tutur. Skandinaviya dağlarından qar xəttində mütləq hündürlüyü alt dağlarındakindən daha çoxdur. Yanlış fikirdir bu təbii ki. Skandinaviya qütbə yaxın yerləşdiyi üçün qar xətti aşağıdan keçmiş olacaq. Vasyugan bataqlığı Orta Sibir yaylasında yerləşir. Yanlışdır. Qərbi Sibir ovalığında yerləşir. Pamir və Tianşan dağlarında buzlaqlara rast gəlinir, bəli gəlinir. Böyük səhrada zəngin arteziyan suları var, var. 2, 3, 4 doğru cavabımızdır. Xəritə sxemə əsasən coğrafi obyektlərin adlarının düzgün verildiyi sıranı müəyyən edin. Deməli, bunu gəlin variantla işləyək ki, daha tez tapmış olaq. Deməli, bir haradadır burada? Deməli, bir Riga körfəzidir. Görək variantımızda hansında var. B-ni çıxdıq. D-ni çıxdıq. 2 Fen körfəzidir. 3 Botnik körfəzidir. 2 Fin, 3 Botnik, 2 Fin. Baxın, 2-yə Botnik yazıb. 2-yə Fin, 3 Botnik. 4 Ağdənizdir. 5 Skagerrak boğazıdır. Baxaq burada tez. Adamımız açıq deyəsən. Görək 6, 7 düzdürmü? 6 bəli Kola yarımadasıdır. 7 isə hanı 7? Görək həqiqətən Yutlandiya yarımadasıdır. Xətti üstünə atmışam, deyirəm orada niyə 7 yazılır? 7-də Yutlandiya yarımadasıdır. 8-imiz qaldı. 8-də bəli Ladoga gölüdür. Bu isə Onega gölüdür. Onlar arasında yerləşən çay isə Sivert çayıdır. Deməli, Titicaca və Tanganika gölləri üçün oxşar əlamətləri müəyyən edək. Burada Delhi Tacvet havalarının konvergent sərhədində yerləşir. Yanlış fikirdir. Titicaca yerləşir, amma Tanganika sınma qırılma zonasıdır. Yerləşdiyi materikdə Aralıq dənizi iqlim tipinə rast gəlinir. Bəli, hər ikisi biri Titicaca Cənubi Amerikada yerləşir, rast gəlinir. Tanganika da Afrikada yerləşir, birisi rast gəlinir. Qrabendə yerləşən göllərdir. Tanganika qrabendir. Titicaca yox. 2 və ya daha artıq ölkə ərazisində yerləşir, bəli, doğru fikirdir. Çuxurlar eksogen qüvvələrin təsiri ilə yaranmışdır, endogen. Tropik işıqlanma quşağında yerləşir, doğrudur. 2, 4, 6 doğru olacaq. Doğru ifadələri müəyyən edin. Qara, Baltik və Azov dənizləri qış aylarında donmaya məruz qalır. Bəli. Əslində bir dəqiqə. Amudərya və Sədariyə çayları qış aylarında bol sulu olur. Yanlışdır. Parana çayı və bəzi qolları ağac axıdılmasında istifadə olunur. Doğrudur. Müqəddəs Lavrenti və Zambezi çayları keçid iqlim qurşağında yerləşir. Yanlışdır. Volqa, Don, Pesora və Salyun çayları qış aylarında donmaya məruz qalır. Salyun çayı yox, yanlışdır. Sayma və Venerin gölləri Michigan gölü ilə eyni iqlim qurşağında yerləşir. Bəli. Əksi eyni iqlim qurşağındadır. 3-6 doğrudur. A çayının orta meyilli 2,5-dir, uzunluğu 680 km-dir. A çayının mənbəyində atmosfer təzyiqi 440-dır. Çayın mənsəbində mütləq hündürlüyü müəyyən edin. 2,5 bərabərdir. Mən buradan nəyi təyin edəcəm? Təbii ki, düşməni. Düşmə bölünsün uzunluğu olan 680-ə. Mən buradan deməli, düşməni tapmaq üçün 2,5-i vuracam 680-ə. Gəlin vuraq. 680 edəcək 1700 metr.
1700 metr mənim düşməmdir. Və A çayının mənbəyində atmosfer təzyiqi 440 mm civə sütunudur. A çayının mənsəbinin mütləq hündürlüyünü müəyyən edin. Mənsəbinə qədər də 1700 metr fərq edib də, düzdürmü? Bunlar arasında 170 mm civə sütunu var ki, düşməsi 1700 metr etmiş olur. İndi o zaman mən nə edəcəm? Təbii ki, deməli, mənbəyində 440-dırsa, mənsəbində də x-dir, x millimetr civə sütunudur. Bərabərdir 170 mm civə sütununa. Çünki bunlar arasında fərqimiz bu qədər etmiş olacaq da, düzdür. Buradan da x-imiz nəyə bərabərdir? 440 çıxılsın 170. 270 mm civə sütunumuz var. 270 mm civə sütunumuz mövcuddur. Və indi 270 mm civə sütunumuzda mən metrə çevirsəm, eləyəcək 2700 metr. Deməli, bunun mənbəyi, daha doğrusu, bir dəqiqə. Daha doğrusu, mən plus x yazmalıyam. Nəyə görə? Çünki burada mənbədən mənsəbə çıxsaq da, belə deyək də, mənsəbdə daha çox, belə deyək də, x çıxılsın 440 bərabərdir 170 olmalıdır. Mənsəbdə daha çox atmosfer təzyiqi olur. Mən tənliyi təhv qurdum. Bu deyəcək 610 mm civə sütunu. Mən 760-dan da 610 çıxacam. Qalacaq 150 mm civə sütunu. Onu da vuracam 100-ə, 70 olacaq. Daha doğrusu 10-a 70 olacaq 1500 metr. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Əslində, abituriyent üçün bu uzunluğuna sual salmaq vaxt itkisidir. Deməli, doğru uyğunluq istəyir bizdən. Qeyd olunub, doğru fikirləri və yanlış fikir. Nil çayı səviyyəsi tənziblənib, bəzi üzərində su anbarı var. Doğrudur. Həm mənbəyində, həm də mənsəbində günəş zenitdə olur. Doğrudur. Yanlışdır, daha doğrusu. Mənsəbində olmur. Volqa çayı yerləşdiyi ölkə sahilinin sahillərini 3 okean suları yuyur. Yerləşdiyi ölkə Rusiya ölkəsidir, sahillərini Hind okeanı yumur, Atlantik yumur. Yalnız Şimal Buzlu və Sakit okean yürür. Yanlışdır. Murreça toplayıcı hövzəsi 2 işıqlanma quşağında yerləşir. Vaid olduğu okeanın sahəsi kiçilmiş olacaq. Hind okeanının sahəsi böyüyür. Yanlışdır. Mekong düşməsi Volqa çayının düşməsindən kiçikdir. Çin ərazisindən keçir. Yanlış fikirdir. Keçir, yəni yanlış deyil. Yukon çayı ilə eyni okean hövzəsinə aiddir. Kolumbiya çayı. Bəli, hər ikisi Atlantik okeanına aiddir. Dib eroziyasının təsiri, Sakit okeanına aiddir, üzr istəyirəm. Dib eroziyasının təsiri nəticəsində yaranan relyef formalarına rast gəlinir. Bəli, bu da yanlış fikirdir, götürülür. Lena çayı Şimal Buzlu okean hövzəsinə aiddir. Doğrudur. Mənsəbi Amur çayının mənsəbi ilə eyni okeanda yerləşir. Yanlışdır deyə götürürük. 1, 5, 6 doğrumuz olacaq. Uyğunluğu müəyyən edək 22-ci sualda. Eroziya balası okean səviyyəsindən yüksəkdə olan çaylar Sırdərya çayıdır. Eroziya balası okean səviyyəsindən aşağıda olan çaylar isə Kür, Samur çayları olmuş olacaq. Amazon çayı üçün doğru olmayan xüsusiyyətləri, ifadələri müəyyən edin. Uzunluğu Kayali və Maranyon çaylarının bir-birinə qovuşduğu ərazidən hesablanarsa, dünyanın hesablanır daha doğrusu. Yanlış fikirdir. Əgər elə hesablansaydı dünyanın ən uzun çayı olardı. Əslində uzunluğu Kayali və Maranyondan hesablanır daha doğrusu. Bir doğrudur. Səviyyəsi il boyu kəskin dəyişmir, bəli dəyişmir. Yalnız bir ölkə ərazisindən axır. Xeyr, bir neçə ölkə ərazisindən axacaq. Axdığı ərazilərdə kimyəvi aşınma üstünlük təşkil edir. Doğrudur. Yerləşdiyi materikdə mülayim üstünlük nitqinə rast gəlinmir. Yanlış fikirdir. Mənsəbinin yerləşdiyi sahillərdən soyuq okean cərəyan keçir. Bəli, keçməz. Yanlış fikirdir. Doğru ifadələri müəyyən edin. Qura iqlim şəraitinə malik olan ərazidən axan çayların sel təhlükəsi mövcud deyil. Mövcuddur təbii ki. Sel təhlükəsi ola bilər. Viktoriya və Ontario göllərindən başlayan çaylar eyni okeana tökülür.
Dünya okeanında formalaşan dalğalar həm endogen, həm də eksogen qüvvələrin təsiri nəticəsində yaranır. Bəli. Aralıq dənizinin orta duzluğa, Oxud dənizinin orta duzluğundan daha azdır. Təbii ki, belə deyək də, yanlış fikirdir bu. Az deyil, çoxdur. Şərqi Avropanın çaylarının dərələri genişdir, gəmçilik üçün yararlıdır. Bəli. Eltan və Basqınçaq gölləri müxtəlif materikdə yerləşir, eyni materikdə. 2-3-5 doğrudur. Eyni iqlim qurşağında yerləşən adaları müəyyən edin. Aleit, mülayim, Kuril mülayim, daha doğrusu mülayim yox, subarktik. Kuril subarktik. Bir dəqiqə. Eyni iqlim qurşağında, hə. Aleit, Kuril mülayimdir. Şikoko. Burada 1-2-6 olacaq da. Digərləri fərqli iqlim qurşaqları. Orta duzluluq göstərisinə malik olan 9 ton okean suyunu buxarlandıraraq əldə olunan dənizin duzundan neçə ton əldə etmək olar? Baxın, orta duzluluq 1 litrə 35 kiloqramdır. 9 tona isə x-dir. 9-u vuracam mən 35-ə. 315 kiloqram etmiş olacaq. Qırmızı dənizdə 1,42-dir. X üçün isə 315 etmiş olacaq. Son 5-i də mən böləcəm 42-yə, eləcək 7,5. Cavabımız 7,5 kiloqram etmiş olacaq. Amur çayı, Amudərya çayı qidalanmasında qar və buzlaq sulara üstünlük təşkil edir. Təbii ki, Amudərya. Suvarmada çox geniş istifadə edilmir. Amur çayı mənsəbi subtropik iqlim qurşağında yerləşir. Heç birinin mənsəbi orta qırışıqlıq vilayətində yerləşir. Amur çayının stoplayıcı hövzəsində düz radiasiyanın kəmiyyəti böyükdür. Amudərya çayı. A dənizində günəş zenitdə olmur və eyni zamanda yerləşdiyi ərazidə qütb deməli gecə və gündüzün adının önbəşməsi pozulmur. Bu dəniz 2 yarımkürədə yerləşir və qərbində yerləşən dənizlə həm boğaz, həm də kanal vasitəsilə əlaqəsi mövcuddur. Bu dənizin yerləşdiyi ərazi qədim platformadır. Günəş zenitdə olmur. Deyir A dənizinə və bu dənizə tökülən çayı. Deməli, bu dəniz mütləq şəkildə Baltik dənizidir ki, gecə-gündüz adının önbəşməsi pozulmur və 2 yarımkürədə yerləşir. Eyni zamanda qərbində yerləşən dənizlə həm boğaz, həm də kanal vasitəsilə əlaqəsi mövcuddur. Və bu dənizə tökülən çaylar təbii ki, biz demişik, Baltikin çayları Oderdir, Visladır, Nevadır, Neman çaylarıdır və s. olar. 29-cu sualda A dənizinin ölkəmizə nəzərən istiqaməti və bu dənizin xəritəsinin ən az hərəkət A dəniz bizdən yerləşir şimal qərb istiqamətində və konus proyeksiyasında tərtib olunmuş olacaq, həmişə qeyd etdiyimiz kimi. A dənizinə aid olan körfəzlər və bu dənizdə eyni okean hövzəsinə aid olan daxili dənizləri müəyyən edib cədvələ yazın. Deməli, burada Riga Fin körfəzləri yerləşir. Eyni okean hövzəsinə aid olan daxili dənizləri müəyyən edin. Eyni okean hövzəsi, belə deyək də, Atlantik okean hövzəsinə aiddir. Orada da o qədər dəniz var ki, Aralıq dənizidir, həm Karib dənizidir, Aralıq dənizinin içərisində olan dənizlərdir, Qaradır, Azovdur və s. bu dənizlər olmuş olacaq. Bu formada sınaq 5-ci izahına çatmış olduq. Sağ olun, gələn videolarımızda görüşək.